Salam, axşamınız xeyir olsun. Bugün Lav Akademinin növbəti vebinarı ilə qarşınızdayıq. Təlimçimiz Sunay Qasımova, mövzumuz isə dislaliyadır. Sizdən xahişim odur ki, webinar boyunca səsi bağlı saxlayasınız. Nə sualınız olarsa da chat bölməsində verə bilərsiniz. Buradasınız Sunay xanım. Axşamınız xeyir. Axşamınız xeyir əzizim, necəsiz? Sağ olun, siz necəsiz? Bir yaxşı olasınız. Mən sözü verim sizə çox uzatmadan. Aha, tamam, sağ olun. Axşamınız xeyir olsun. Mən loqoped defektoloq Sunay Qasımova. Mövzu Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəriyəm. Bugün sizlər üçün dislaliya mövzusunu seçmişik. Əgər ki, loqopedlər varsa, burada bilirlər ki, həqiqətən də loqopedlərin ən çox işlədiyi nitq üsullarından biri də məhz dislaliyadır. Dislaliya ümumi normal eşitmə zamanı səs tələffüz pozuntusudur. Ən çox əslində deyilir normal eşitmə zamanı, amma mən bundan bəzən razılaşmıram. Nəyə görə? Çünki normal eşitmə zamanı təbii ki də dislaliyadan qarşılaşa bilirik. Amma artıq uşağın qulağında eşitmə zəifliyi varsa, mütləq şəkildə bu dislaliya gətirib çıxara bilir. Ona görə də biz məhz konsultasiyalar zamanı lor kağızı istəyirik ki, bəs uşağın eşitməsini yoxlatmısınız, yoxlatmamışsınız. Ona görə də məhz mən buna görə o tərəfinə sözün açığı razılaşmıram. Yəni normal eşitmə zamanı yox, həqiqətən də uşağın qulağında zəiflik olanda məhz səsləri qavramaqda, anlamaqda, qavramaqda, hətta səs tələffüzündə belə problemlər yarada bilir. Dislaliya iki cür olur. Bir funksional dislaliya, bir də mexaniki dislaliya. Funksional dislaliya artıq ailədən gəlir. Yəni necə? Ailə nitqi düzgün tərbiyə etmir. Bəlkə də burada analar vardısa, mənim dediyimi daha yaxşı başa düşər. Uşaq artıq hər hansı bir səsi səhv tələffüz etdikdə ailədə olan üzvlərin xoşuna gəlir və başlayır onu təqlid eləməyə. Şirin danışır deyə xoşlarına gəlir və təqlid edir. Uşaq artıq bilmir ki, bu sözü düzgünmü deyir, yoxsa yanlışmı deyir. Ona görə də artıq uşağın nitqi düzgün tərbiyə olunmur. Əlavə ailədə ikidillilik olduqda da uşağın nitqində problemlər yaranır. Telefon, televizorda həddindən artıq baxanda uşağın nitqində problemlər yaranır. Bu artıq funksional dislaliya adlanır. Bəs mexaniki dislaliya nədir? Bu artıq artikulyar aparatda olan problemlərdir. Yəni bizim artikulyasiyamızda olan problemlərdir. Bəs artikulyasiyamıza nələr daxildir? Damaq, dil, çənə, dişlər, bunlarda olan problemlər. Hansı ki, məsələn, damaqda olan qotik damaq, günvəzvari damaq, yassı damaq, dildə hipertonusun, hipotonusun olması, ən əsası dilaltı qədəhin olması, dişlərin seyrək olması, çənədə olan problemlər, bunların hər biri dislaliya gətirib çıxarır. Ən əsası dilaltı gədə, bəlkə də burada valideynlər varsa, çox vaxt bizə ən çox verilən suallar odur ki, bəs uşağımın dilaltı qədəhi var, bəs ona görə danışmır. Əslində dilaltı qədəh sırf danışmamağa yox, əslində səslərin səhv tələffüzünə gətirib çıxarır. Bəzən dilaltı qədəh həddindən artıq kiçik olduqda biz cərrahi müdaxiləyə göndəririk. Mütləq şəkildə kəsilməlidir. Əgər ki, normal ölçüdə olanda bilirsiniz ki, dilaltı qədəhin də ümumi növləri var. Əgər ki, normal ölçüdədirsə, biz artıq o dilaltı qədəhi özümüz də uzada bilirik. Loqopedik masajlarla, zontlar vasitəsilə özümüz də uzadıb istədiyimiz nəticəni ala bilirik. Bu da oldu bizim mexaniki dislaliyamız. Bəs dislaliyanın korreksiyası və diaqnostikası necə olur? İlk öncə konsultasiyaya gələndə uşaqda siz artikulyasiya aparatının ən incə detayına qədər baxmalısınız. Çünki nəyə görə? İlk öncə siz artikulyasiya aparatını hazırlamalısınız ki, izolə olunmuş səsə daha sonra keçəsiniz. Mütləq şəkildə artikulyasiya aparatını tam dəqiqliklə yoxlamaq lazımdır. Çünki həmin səsi almaq üçün artikulyasiya aparatına heç bir problem olmamalıdır. İlk öncə artikulyasiya aparatını hazırlayırsınız. Əgər dildə problem varsa, dediyim kimi çənədə problem varsa, bunların hər biri aradan qalxmalıdır. Daha sonra səsi keçməlisiniz. Konsultasiya müddəti artikulyasiya aparatı yoxlandıqdan sonra, daha sonra yəqin ki, loqopedik albomla burada loqopedlər varsa bilir. Loqopedik albomla artıq səsləri başlayırsınız yoxlamağa. Bilirsiniz ki, sadə dislaliya və mürəkkəb dislaliya var. Əgər uşaqda bir və yaxud da iki dənə səsdə tələffüz pozuntusu varsa, bu artıq sadə dislaliya adlanır. Yox, artıq 3, 4, 5, hətta 11, 12 səsdə belə çıxır ki, bu da mürəkkəb dislaliya
dislaliya adlanır. Səslərin hər birini uşaqda yoxlayırsınız. Səsin əvvəlindəmi, ortasındamı, sonundamı, cümlələrdəmi, necə səslənir, hər birini yoxlayırsınız, onları qeydiyyatına aparırsınız. Diaqnostik ümumi korreksiya müddətində bu sizə lazım olacaq. Onların hər birini çıxartdıqdan sonra, daha sonra başlayırsınız artıq korreksiya müddətinə. Sizə onu deyim ki, korreksiya müddətində mütləq şəkildə əgər hər hansı bir səsdə problem varsa, yumşaq səslənən səsdən başlamalısınız. Yumşaq səslənən səs məsələn K səsi var, Q səsi var. Uşaqda hər ikisində problem çıxıbdır və siz onu qeyd eləmisiniz. Hansı səsdən başlamaq olar? Təbii ki də K səsindən. K səsi yumşaq səsləndiyi üçün K səsini işləməlisiniz. Q səsi, yəni K səsini işləyəndən sonra avtomatik olaraq Q səsi onsudakı öz yerini alacaq. Yəni deməyim odur ki, yumşaq səslənən səsi işlədikdən sonra digər sərt səslənən səs öz-özünə artikulyasiyaya oturur. Əlavə olaraq da ki, mütləq şəkildə dislaliya səs tələffüz pozuntusudur. Buna heç vaxt, məsələn, əgər ki, səsi işləyəndə heç vaxt, məsələn, R səsidir, R hərfi demək olmaz. Yəni, hərf demək artıq peşəkarlıqdır. Bunu da sizə qeyd edeyim. Yəni, çox eşitmişəm loqopedlərdən. R hərfinin korreksiyasını etdim və yaxud digər hərflərin. Hərf deyil, səs deyirik. Əlavə, dislaliyanın korreksiyasının 3 yolu var. Bir imitasiya yoludur. İmitasiya yolu təqlid yoludur. Yəni, müəyyən səslər var ki, biz artıq onları təqliddən qoya bilirik. Məsələn, bu dodaq səsləri ola bilər. M səsi olsun, P səsi olsun, B səsi olsun. Bunları artıq zond müdaxiləsi edə bilmirik. Ancaq təqlidlərlə qoya bilirik. Uşağı güzgü qarşısında mütləq şəkildə işlətməlisiniz. Güzgünün qarşısında olmalıdır. Çünki sizə baxıb, orada artıq öz ağzına, artikulyasiyasını idarə etməyə bacarmalıdır. Təqlid yolu budur ki, dediyim kimi, ancaq təqlidlərlə, məsələn, F səsidir, V səsidir, bunların hər biri təqlidlərlə olur. İkinci isə zond müdaxiləsidir. Mexaniki yoldur. Zondlarla artıq müdaxilə edirik. Bunda da müəyyən artıq səslər var ki, mütləq şəkildə zond müdaxiləsi olunmalıdır. Məsələn, R səsi. Siz R səsini heç vaxt şifahi yola qoya bilmərsiniz. Yəni, imitasiya yoluna, təqlid yoluna qoya bilmərsiniz. Ona görə də mütləq şəkildə zond müdaxiləsi lazımdır. Üçüncü isə qarışıqdır. Qarışıq isə hər ikisində olacaqdır. Yəni, həm imitasiya yolu ilə, həm də zond müdaxiləsi yolu ilə. Məsələn, Ş səsi, misal gətirin buna. Ş səsini həm siz təqlid vasitəsilə qoya bilərsiniz. Ş, həm də ki, zond müdaxiləsi ilə Ş səsini qoya bilərsiniz. Bu artıq qarışıq üsula keçid edir. Əgər ki, korreksiyadan danışsaq, ilk öncə dediyim kimi artikulyasiya aparatını hazırlayırsınız. Daha sonra izolə olunmuş səsi işləyirsiniz. Yəni, hansı səsdən söhbət gedirsə, hansı səsi qüsur varsa, siz artıq onu işləməyə başlayırsınız. Daha sonra həmin səsi hecalarda möhkəmləndirirsiniz. Daha sonra sözlərdə möhkəmləndirirsiniz, cümlədə möhkəmləndirirsiniz. Bir də dislaliyalı uşaqlarda çox tez-tez qarşılaşdığımız fonemetik qavrama zəifliyidir. Yəni, eşitsel olaraq qavramır və bu ən çox hansı səslərdə qarşımıza çıxa bilər. Uşaq hansı səs səhv deyirsə, ona yaxın səslə qarışdırır. Məsələn, S, Ş səslərini sizə misal göstərim. Əgər uşaq Ş səsini düzgün şəkildə tələffüz etmirsə və onu S səsi ilə əvəz edirsə, mütləq şəkildə sözlərdə və cümlələrdə, məsələn, gəlmişəm yerinə gəlmisəm deyə əvəz edəcək. Yəni, bu da artıq fonemetik qavramanın zəifliyinə gətirib çıxaracaq. Mütləq şəkildə fonemetik qavrama yoxlamalı, işlənməlidir. Bəs bunu necə? Kimsə nəsə deyirdi? Fonemetik qavrama necə işlənməlidir bəs? Bunun sonunda əgər ki, səs izolə olunmuş səsi almısınızsa, sözlərdə, hecalarda artıq möhkəmləndirmişsinizsə, avtomatlaşdırma yolu ilə, yəni yenə dediyim kimi, həmin səsi hansı səslə qarışdırırsa, onu hecalarda, sözlərdə, cümlələrdə işləyəcəksiniz və avtomatlaşdırma ilə fonemetik qavrama problemi də aradan qalxacaq. Sualı olanlar var. Bir dənə də səsin onsuz korreksiyasını mən sizə göstərəcəm. Sualı olanlar varsa qeyd eləsin. Yoxdur sualı olan. Səsləri də açıb elə də sualınızı verə bilərsiniz. Yaxşı, o zaman qeyd edin. Qeyd edin ki, hansı səsin qoyuluşunu sizə deyək.
Yaxşı, səsi qoyuruq, avtomatlaşdırırıq, sonra fərqləndiririk. Yəni fonetik qavrama işləyirsiniz uşaqda. Bir də disfaliyalı uşaqlarda, onu demədim sizə, disfaliyalı olan uşaqlarda ümumi yazıda da problemlər gəlir. Disqrafiya adlanır ki, məsələn, uşaq səhv tələffüz etdiyi səsi artıq yazıda da səhv yazır. Yəni məsələn, r-ı hansı səsini əvəz etsə, tam y səsi ilə, yazıntıda y səsi ilə gedir. Bunu da siz işləməlisiniz, loqoped işləməli disqrafiya problemini. Buna da oxşar səslərlə, yəni müəyyən oyunlarla, mən səhifəmdə də paylaşmışam o oyunları, fərqləndirmələri, onlarla işləyirsiniz. Getdik, yaxşı, B səsi. Salam, axşamınız xeyir. Hansı səslərdə zond işlətməliyik? Deməli, baxın, belə deyim sizə, hansı səslərdə zond işlətməlisiniz? M, P, B, bax bu səs F, V, bunlarda zond işlətməsi olmur. Bunların hər biri təqlidlə, imitasiya yolu ilə qoyulur. R səsində zond işlədəcəksiniz, mütləq şəkildə. S səsində zond işlədəcəksiniz. Ç, C səslərində mütləq şəkildə zond işlədəcəksiniz. J səsi olsun. Ş səsini, yəni yenə deyirəm, təqlid yolu ilə qoymaq mümkündür. Onda heç bir problem yoxdur. Əlavə ki, hansı səslər qaldı? K səsi, Q səsi mütləq şəkildə zondla işləməlisiniz. X-dı, Ğ-dı, H səsləri təqlid yolu ilə qoyulur. Başqa zondla işlədəcəkləri dedim sizə. Yaxşı. R səsinin qoşuna korreksiyanı necə deyirik? Tamam, göstərərəm onu. Bu səsi, R səsi, R əngəlizidir. Əslində qəliz deyil, sadədir. İşləmə bacarığı formalaşdırsa fişə, yəni onu əgər siz yaxşı bilirsinizsə, çətin olmayacaq, tez qoyulan səsdir. Əsas artikulyasiyanı hazırlamaqdır. Fonetik qavrama aid çalışma deyərdiniz, zəhmət olmasa. Məsələn, tutalım. R səsini L səsi ilə əvəz edir. Yəni səhv tələffüz edir. Yəni L səsi ilə əvəz edir. Bunu necə işləyə bilərsiniz? Fonetik qavramada. Məsələn, ral. Uşaq artıq R səsini qoymusunuzsa, L səsi ilə əvəz edirsə, bunları ral, rıl, rol, rul, rala, lara şəkli hecalarla, r, l səsli sözlərdə r-lı hərfləri, səsləri vardısa, onları birgə cümlələrdə, sözlərdə mütləq şəkildə qeyd aparmalısınız. R-lı səsli tərkibli sözlərin hər birini siz qeyd aparmalısınız, ondan sonra uşağa verməlisiniz. Bunu da deyim ki, sizə tapmacalarla, atalar sözləri ilə, balaca nağıllarla da işləyə bilərsiniz. Ən effektiv üsul, mən nə ilə işləyirəm Dislaliyanı? Hecalı nağıllar kitabı var. Loqopedlər varsa burada bilər. Hecalı nağıllar kitabı ilə işləyirəm. Bu da həm fonetik qavramanı tez gücləndirir, həm də ki, uşaq səsləri daha tez fərqləndirir. Zondlarda ən çox hansı səslər və hansı masajlar olmalıdır? Zondlarla hansı səslər qoyulur, onu sizə izah elədim. Hansı masajlar olmalıdır? Onu artıq siz artikulyasiyaya baxanda siz onu özünüz bilməlisiniz. Əgər dildə hipertonus varsa, hipotonus varsa, mütləq şəkildə məsələn dil yığılmalıdırmı, açılmalıdırmı, dil böyükdürmü, balacadırmı? Bunların hər birini artıq siz artikulyasiyanı yoxladıqdan sonra biləcəksiniz. Məsələn, dodaq çox passivdirsə, bu da artıq dislaliyada çox yayğındır qarşımıza çıxanda. Məsələn, uşaq elə danışır ki, biz necə danışanda dodaqlarımız işləyir, görürsünüz. Amma elə uşaq gələcək ki, qarşınıza dodaq o qədər passiv olacaq ki, səslər ağzın içində çıxacaq. Yəni dodaq heç cürə tərpənməyəcək yerindən, yəni hərəkət etməyəcək. Mütləq şəkildə dodağa masaj etmək mütləqdir. Bunda yəni necə nöqtəvi masajlar etməlisiniz uşağa. Yaxşı, baxaq. Dilaltı qədəh necə müəyyən edək? Baxın, sizə bunu, yəni bu çox mənə suallar gəlir. Dilaltı qədəh ümumiyyətlə bilirsiniz, dilin altında olan xətdir. Və sonra ən asan sizə üsulunu mən öyrədəcəm. Uşağın dilini çölə çıxarırsınız. Əgər dilin ucu ürək formasındadırsa, demək artıq uşağın dilaltı qədəhi var. Bayaq da qeyd elədim. Dilaltı qədəyin olmağı uşağın danışmamağına mane deyil. Sadəcə müəyyən səslər var ki, r-lı səsləri, ən çox da r səsi, onun tələffüzündə səhv tələffüz olmasına manedir. O da ki, çox balaca olanda, bayaq da qeyd elədim, çox balaca olanda mütləq şəkildə cərrahi müdaxilə lazımdır. Yox, normadadırsa artıq onu siz görəcəksiniz. Normadadırsa onu müəyyən zondlarla masaj edib uzatmaq olur. Yaxşı, getdik. Ən çox hansı səslər, onu dedik.
Rus sesini çox asan qoyuram mən. Əla, çox sevindim. Bəli, mənim üçün onlar çox kömək olur. Mütləq şəkildə hər loqopedin əlində kitab olmalıdır. Hətta mən valideynlərə aldırıram ki, evdə hər axşam məşğul olsunlar, gündə bir səhifə. Hipertonusu necə biləsiz? Əgər uşağın dili uzundursa, qalındısa, ətlidirsə bu hipertonusdur. Yox, artıq uşağın dili yanlara, dilini çıxardanda artıq bu künclərə dəyirsə, o hipotonusdur. Uşaqda ağız səsini qoymağın ən sadə yolu, mən necə qoyuram? Uşağın öz barmağını aparıram uşağın ağzına. A deyə elətdirirəm. Bir-iki dəfə özüm də eləyirəm. Daha sonra uşağın öz barmağını aparıram ağzına. 7. Dislaliyada hansı səs üçün hansı zond istifadə olunur deyə bilərsiniz. Təəssüf ki, zondlarım yanımda deyil deyə onu sizə göstərə bilməyəcəm. Amma R səsin zondunu gətirmişəm. O da ki, evdə dərsim var idi deyə gəlibdir bu. Baxın, bu R səsi zondudur, deyircəkli zond. R səsi qoyuruq, amma digər, əgər ki, nə vaxtsa yenə təlimimiz olsa, qoşulası olsa, təbii ki də zondları gətirib sizə mütləq ki, göstərərəm. Bəs hansı hallarda dilə masaj olmaz? Ən əsası, bunu mən sizə deməyi unutdum. Çox gözəl sualdır. Təşəkkür edirəm bu suala görə. Mütləq şəkildə konsultasiya müddətində dedim axı, lora mütləq şəkildə lor kağızı lazımdır sizə. Ən əsası, uşağı EEG elətdirməlidir başına, aparatdan keçməlidir. Əgər uşaqda epilepsiya varsa, heç zaman uşağın dilinə masaj olmaz. Çox qəşəng sual idi, əla. Disfaliya yaşla öz-özünə keçə bilər, yoxsa mütləq loqoped müdaxiləsi lazımdır. Öz-özünə keçmə yoxdur. Onu deyim ki, hətta qaldıqca uşağın məktəbdə probleminə çevrilir, oxu-yazı probleminə çevrilir, öz güvəninin itməsinə gətirib çıxarır. Digər uşaqlar artıq onu məsxəriyə salır. Ona görə də öz-özünə keçmir, həddən artıq uşağın öz güvəni azalır. Ona görə loqoped mütləq şəkildə lazımdır. Bəs uşaqda dilləsdirsə, saxlaya bilmirsə. Onu başa düşmədim. Bir də qeyd eləyin. Dil əsirsə, saxlaya bilmirsə, bunu deyirsiniz. Yəqin ki, onu deyərsiniz. Artıq masaj, əgər loqopedsinizsə, masaj edirsinizsə, mütləq şəkildə nəm salfetka var. Nəm salfetkanı sizə yəni praktik yolunu deyim. Əgər əlinizdə dil qayçısı yoxdursa, mən dil qayçısını işləyirəm, dil qayçısını tuturam, elə masaj eləyirəm. Əgər yeni başlamış loqopedsinizsə, mütləq şəkildə nəm salfetkanı ütü ilə qurulayın. Onunla uşağın dilini tutun, o sürüşməyəcək artıq sizin əlinizdə. Daha sonra masajınızı edin. Ən praktiki budur, yəni sizə bunu deyə bilərəm. Yaxşı. Uşaqda qəti səs yoxdursa, anlamsız hecaları saymasaq, bu halda nədən başlamalıyıq? Bu artıq əzizim dislaliya deyil. Çünki dislaliyada mütləq şəkildə səs var. Bu artıq uşaqda böyük ehtimal başqa bir patologiyadır. Ya ümumi nitqi yoxdur da, belə deyək. Ya nitq ləngiməsi, ya psixi ləngimədir, ya da ki, digər patologiyalar. Mütləq şəkildə səslərdən başlamalısınız, səs kartları ilə işləməlisiniz, sait səsləri qoymalısınız. Böyük ehtimal uşaqda, yəni masajdıq da, yəni əgər ki, danışmırsa, masaj problemləri də var, yəni artikulyasiyada problemlər var, onlar aradan qalxmalıdır. Disfaliya ilə kekələmə bəzən qarşıdurulur. Bunları necə ayırt etmək olar, fərqləndirmək? Əslində disfaliya ilə kekələməni qarışdırmaq olmaz. Necə qarışdırarsan ki, disfaliya səsin səhv tələffüzüdür, kekələmə artıq tutulmadır, blokajdır. Onu qarışdırmaq heç cürə mümkün deyil. Çünki artıq danışanda siz onu biləcəksiniz. Biri var ki, disfaliyada, yəni öz belə deyim də el arasında şirin danışacaq, onu elə tutacaqsınız, amma kekələmə artıq blokaja düşəcək. Bir söz dəfələrlə uzadacaq. Yəni onu məncə qarışdırmaq olmaz. Alaliya ola bilər, bəli. Amma yəni uşağı görməmiş, biz ona diaqnoz qoya bilmərik. Keçələmə zamanı nə idi? İlk seanslar, onları artıq keçələmə təlimində deyərik. Amma ilk seanslar mütləq şəkildə nəfəs işlənməlidir. Keçələmə nəfəs problemidir. Onu deyim mən sizə. Uşağın ağzı tez-tez sulanır və sözü deyəndə dil azacıq çölə çıxır. Ağzından su gəlir. Hipersalivasiya da ola bilər. Dil azacıq çölə çıxırsa, dilində böyüklük də ola bilər.
Başqa suallar? Nə qəşəng, belə aktivdir bugünkü təlim. Əla. Su axır, bəli, hipersalivasiya da ola bilər. Mütləq şəkildə masaj olunmalıdır, dediyim kimi. Əgər valideynsinizsə, indi bilmirəm, valideynsiniz yoxsa loqopedsiniz, onu qeyd edin, ona uyğun sizə məsləhət verim. Dislaliya diaqnozu 5 yaşdan sonra qoyulmalıdır? Xeyr. Belə deyim sizə, 5 yaşdan sonra yox. Uşaqda bütün səslər 5 yaşa kimi formalaşmalıdır. Ən gec formalaşan səsimiz R səsidir. 5 yaş yarıma qədər formalaşıb bitməlidir. Uşağa artıq əslində, yəni belə deyim, 4 yaşından, 5 yaşından başlayıb artıq biz səsləri işləməliyik. Yoxsa 6 yaş, 7 yaş, 8 yaş artıq biraz nəticə yubanır, gecikir. Yaxşı. Məktəbə qədər yaşda dislaliyanın qarşısını almaq üçün valideynlər nə edə bilər? Nəsə edə bilərlər. Yəni evdə nə edə bilərsiniz? Evdə edəcəyiniz, əgər səs təqlidlə qoyulursa, yəni əgər ki, məsələn, R səsi deyilsə, digər səslər deyilsə, zonla müdaxiləsi olmayan səs deyilsə, dediyim kimi, Hecalı nağıllar kitabı ilə və yaxud da ki, onun dediyi sözləri düzəldərək onları edə bilərsiniz. Amma mütləq ki, loqopeddən kömək istəyin. Dislaliyanın ilk konsultasiya zamanı necə müəyyən edir? Ən yaxşı bilmək üçün ilk nəyi görməli? Dediyim kimi ilk artikulyasiya aparatına baxmalısınız, daha sonra loqopedik albomu açmalısınız, oradan başlayıb səsləri yoxlamalısınız. Onsuz da ki, valideyn gələndə sizə deyəcək ki, ilk öncə soruşursunuz, şikayətiniz nədir? Valideyn deyir ki, bəs bu səsləri səhv tələffüz eləyir, şirin danışır. Siz də artıq avtomatik olaraq bilirsiniz ki, bu dislaliyadır. Su axma bəzən diş çıxaran uşaqlarda görünür, amma çox axındı su artıq müayinədir. Yox, o artıq balaca yaşda olandır. Əgər indi hal-hazırda da vardısa, uşaq balaca deyilsə, o hipersalivasiyadır. Masaj olunur loqoped. Masaj olunur, loqopedsiz. Loqopedsizdə masaj edin, bəli. Evə də tapşırıq verin ki, valideyn uşaq ağzını quru bilməlidir. Valideyn salfetkalardan istifadə eləsin ağzının içinə. Bilirsiniz də hansı hissələrdir? Dişlər, baxın, bu hissəni buradan göstərə bilmirəm, görməyəcəksiniz. Həmin hissələrə salfetləri qoysun, uşağın ağzı quru olduğunu hiss eləsin ki, və udqunmağı öyrətməlisiniz siz ona ki, ağzındakı suyu udqunsun. Bəlkə də udqunmağı falan zəifdir ona görə. Sonra. 3 yaşında uşaq yıl səsini deyə bilmir, ona vaxt verilməlidirmi özü düzəlsin? Onu artıq özünüz işləyə bilərsiniz. Yıl səsi zondla müdaxilə olunacaq bir səs deyil. Onu deyim ki, yəni təqlidlə, imitasiya yoluna siz onu qoya bilərsiniz. Yavaş-yavaş təqlidlə başlayın öyrətməyə. Harda qaldım? Bir uşaqda həm öyrənmə çətinliyi, həm də dislaliya var. 4 yaş, 6 aylıqdır. Öyrənmə çətinliyi, yəni nədə öyrənmə çətinliyi? Anlama qavramasının zəif olduğunu deyirsiniz. 4 yaş 6 aylıqdır. Əgər hansı səslərdirsə, yavaş-yavaş aparın loqoped müayinəsinə. Bəs 26 yaşdan yuxarı səs danışıq düzələ bilir. Təbii ki də, mənim səhifəmdə də var. 40 yaşlı pasiyentimin belə 4 dənə səs tələffüzündə pozuntusu var idi. Onu biz cəmi 1 ay müddətində aradan qaldırmışıq. Yəni, nitq qüsurlarının hər yaşda korreksiyası mümkündür. Eyni uşaqda bir neçə səsin distaliyası ola bilərmi? Təbii ki də. Axı dedim sizə, 11-12 səsin belə səs tələffüzü mütləq şəkildə olur. Mürəkkəb dislaliya deyirik biz ona. Yəni bu o demək deyil ki, sizə dislaliyalı uşaq gələcək, onda cəmi 1 dənə ya da 2 dənə səs tələffüz pozuntusu olacaq. Yox, 10-da olacaq, 8-də olacaq, 12-də olacaq. Bəzən eləsi gələcək ki, heç nə danışır, heç bilməyəcəksiniz. L səsini Y səsi ilə əvəz edən uşaqlarda nə etmək olar? L səsini tam sərbəst şəkildə artikulyasiyasında var, tam sərbəst şəkildə tələffüz edə bilir. Mütləq şəkildə nə edə bilərsiniz? Bir L səsi kartı çıxartdırın, bir də Y səsi kartı çıxartdırın. L səsi ilə olan sözləri deyin, qarışdırın. Gah L deyin, gah Y səsi ilə başlayan sözlər deyin. O uşaq da o kartları qaldırsın. Məsələn, lampa deyəndə L-yı qaldırsın, yaylaq deyəndə Y-yı qaldırsın. Bundan işləyə bilərsiniz. Bir dənəsini dedim sizə.
Yaxşı, bu zaman işləyəndə gec nəticə olması normaldır. Təbii ki də hər uşaq individualdır. Bir uşaq 1 aya nəticə verirsə, bir uşaq 4 aya nəticə verir. Pərtəkliyi hansı masajını aradan qaldırmaq olar? Pərtəklik elə bizim bu dediyimiz dislalgiyadır. El arasında bəzən pərtəklik şirin danışıq kimi çıxır. Onu artıq artikulyasiyaya baxmaq lazımdır. Dil böyükcə dili yığmaq lazımdır. Hipertonus, hipotonus varsa onları aradan qaldırmaq lazımdır. Yaxşı. 12 yaşlı uşaqların səsinə əvvəldə və sonda qoyulub. Amma uşaqda ağız suyunu udmaqda çətinlik çəkir. Bunun üçün də məsləhət verərdiniz. Uşaqların səsi qoyulubdur. Bəs nə əcəb, həmin vaxt loqopedə aparanda gərək ki, deyərdi ki, ağzından su gəlir, udmaqda çətinlik çəkir. Düzdür, onu ancaq siz təqlid yolu ilə öyrədə bilərsiniz. Yəni necə? Ya balaca bir suyu onunla bərabər gücü qarşısında oturun, suyu atın ağzınıza, bax ana suyu uddu və yaxud da tüpürcəyini ud. Bax belə, ancaq belə işlədə bilərsiniz ki, o udqunması düzəlsin. Yoxsa onun başqa bir, belə deyim, alternativi yoxdur. Ümumiyyətlə, beyinlə əlaqədar ola bilərmi ağız suyu? Xeyr. Artikulyasiya aparatının zəifliyindən qaynaqlanır. Necə müraciət etmək olar? Kimə, nəyə? Onu başa düşmədim. İlk səslərinin yeyilməsi bəs, məsələn, sar, ar, banan, anan deyən. Bu tip uşaqlar, gec danışan uşaqlarda ən çox rast gəlinir. Gecikmiş nitqdir. Ancaq və ancaq təqlid yolu ilə, dəfələrlə dedizdirməklə. Diş quruluşundakı problemlər də dislaliyə gətirib çıxarır. Bəli, dişlərin seyrək olmağı, dişlərin həddindən artıq böyük olmağı, dişlərin önə çıxmağı. Hətta bir misal da çəkim sizə. Konsultasiyaya gələndə siz sual verirsiniz, belə yadıma düşür. Konsultasiyaya gələndə siz mütləq şəkildə soruşursunuz. Butulka və ya əmzik istifadəsi olub. Çox əmzik istifadə edəndə və yaxud da bəzən uşaqlar barmaqlarını yeyir. Dişlər gəlir, damaq günbəzvayrı olur. Bu zamanda səs tələffüz pozuntusuna gətirib çıxarır. Qəşəng suallarınız var, əla. Təşəkkür edirəm. R səsinə Q səslə əvəzlənmə zamanı nə etmək lazımdır? Çox gözəl. Bəyəm xanım, təşəkkür edirəm. Deməli, fonetik qavramada problem yoxdur. 2 səsi fərqləndirir, 4 yaşındadır. R səsini ən çətini, belə deyim sizə, Q səsidirsə, boğazdan gəlir. Çünki uşaq nə Y ilə əvəz edir onu, nə L ilə əvəz edir. Siz ilk öncə Q səsini çevirməlisiniz ya L səsinə, ya da Y səsinə. Ondan sonra işiniz asanlaşacaq. Q səsindən L səsinə çevirdinizsə, məsələn, tutalım, rabitə deyir, qabitə. Siz yavaş-yavaş ona dedizdirməlisiniz, L-ya keçirsin onu. Daha sonra da zonla müdaxilə edirsiniz, vibrasiya verirsiniz. İndi ən axırda bu R səsini mən sizə göstərəcəm korreksiyasını. Vibrasiya verirsiniz, onunla da aradan qalxır, sadəcə biraz zaman alır o digər səslərə nisbətən. Əlavə nə demişdik? Fonetik qavramada problem yoxdur. Əla 2 səsi fərqləndirir, 4 yaşındadır. 4 yaşındadır. İndidən niyə qoyursunuz? R səsindən qoymayın. Gözləyin. Bəlkə 5 yaş yarıma qədər öz-özlüyünə düzələcək. Mən R səsini tez götürmürəm, sözün açığı. Valideyn 4 yaşında da gəlsə, mənə desə ki, bəs uşağımda R səsi problemi var, mən onu götürmürəm. Deyirəm ki, gedin 5 yaş yarımdan sonra gələrsiniz. Sizə səs danışığı düzəlsin deyə nömrəmi Əlalə xanımdan alarsınız, əlaqə saxlayarsınız, zəhmət olmasa. Ağız suyu nevroloji ola bilər, beyində sağdan soldan körpücük yoxdur. Ağız suyunu bilirsiniz nə zaman biz onu artıq nevroloji deyirik? İnsult xəstələrində olanda. İnsult xəstələrində artıq o ki, insult keçirdilər, afaziya olur, bax onda. Uşaqdır bu, siz Nigar xanım dediyiniz. Dislaliya 4 yaş tamamdır, bəs onu götürmək olar. Hansı səslərdir, niyə olmur ki, olar? Progeniya, prognatiya, açıq dişləm, təbii ki də ola bilər. Çənənin, ön dişlərin qabağa gəlməsi, çənənin qabağa gəlməsi, təbii ki də hər biri səbəb ola bilər. Xoşdur, bəli, 6 yaş. Ağız suyunu o qədər də yəni belə böyüdüləcək bir problem deyil, sözün açığı. 10 seansı aradan qalxan bir problemdir də, yəni mən öz nəticələrimdən nəzərə alaraq deyirəm. Yəni ağız suyu o qədər də böyük problem deyil axı. Masajdan aradan qalxacaq. Yəni hər hansı bir peşəkar loqopedi aparın, 10 seansı aradan qaldırıb sizi göndərəcək. Elə böyük problem deyil o. Dedim bəlkə afaziyadır, siz dediyiniz. Yaşlı biridir. Nə qəşəng suallarınız var sizin belə. Sevdim hər birinizi.
Dil kökü masajı necə edilir? Dil kökü masajını artıq, baxın, barmağınızla edə bilərsiniz. Bir də ki, bu, onu dedim, ayadıma düşdü. Dilin uzunluğunu da baxın, yığmaq üçün. Yığıcı masaj yuxarıyadır, açıcı masaj aşağıyadır. Əgər ki, yığmaq istəyirsinizsə, buradan da yığa bilərsiniz bu hissələrdən. Dil kökü də dediyim kimi ancaq dilin kökünü əlinizlə, baş barmaqla edə bilərsiniz. Ağız suyu masajı necə olur, onu burada göstərə bilməyəcəm təəssüf ki, çünki əlimdə materiallar yoxdur. Material olsaydı sevə-sevə. Çənə altı bəli, dil kökü hardadırsa, baxın burada. Onu masaj edirsiniz. Başqa sual olan? Rast səsini göstərim sizin üçün. Nə deyirsiniz? Tamamdır. Deməli, R səsini bir bu zonddur, dircəkli zondunu qoya bilərsiniz. Əlavə, əlinizdə dircəkli zond yoxdursa, qulaq çöpü, onda istifadə edə bilərsiniz. Qoyursunuz dilin alt hissəsinə və uşaq d deməlidir tez-tez. Baxın. Siz də bunu tərpədirsiniz. Tez-tez amma mütləq şəkildə. Gördünüz? Bunu dediyim kimi qulaq çöpləri ilə də edə bilərsiniz. Dircəklə hər hansı bir şeylə. Sadəcə o qulaq çöpü bəzən islanır, onun o plastik hissəsi uşağın dilini yaralaya bilər. 110 almağınız daha məsləhətdir. Əgər yoxdursa da, yəni ondan diqqətli bir şəkildə işləmək lazımdır. Dı ilə işləyirsiniz, bir də belə. Da. Rırra. Rırra. Əslində normalda dı deyirik, r çıxır, da deyirik, yenə r çıxır. Yəni düşünərsiniz ki, məsələn, müəllimə d deyir r, amma yəni onu dedikdə artıq dildə r kimi çıxır. Beləliklə dil vibrasiya oturur. Əlavə, mən artıq onu deyim ki, zond istifadə etmirəm. Yəni masajları belə əlimlə etmirəm, dırnaqlarımla da görə bilərsiniz. Çünki artıq təbii ki də günü-gündən loqopediyada inkişaf edir, yeni vəsaitlər çıxır, yeni aparatlar çıxır. Bizim loqopedik masajı, əllə etdiyimiz loqopedik masajı denas 10-15 seansı aradan qaldırır. Nəinki biz onu davamlı edirik. Mən artıq ümumi əlim uşağın üzünə vurmuram. Denas, görmürsünüz, loqopedlər var da, yəqin ki sizdə də. Əgər işləyirsinizsə, mərkəzlərdə mütləq şəkildə vardır. Denasla işləyirik. Əgər baxın, dodaqlarda problem varsa, passivlik varsa, dodaqlara, dil kökündə zəiflik varsa, bundan işləyirəm. Bəli, çox qəşəngdir. Yəni bu yəni ümumiyyətcə super bir aparatdır da. Yəni hər loqopeddə mütləq şəkildə olmalıdır. Əlavə mən r səsini dediyim kimi əlimi yormuram bundan. Bunu sadəcə sizə göstərirəm ki, yeni başlayan loqopedlər varsa, mütləq şəkildə yeni başlayan ilk bundan başlayırsınız. Bunu mən ümumiyyətcə sözün açıq istifadə etmirəm. Baxın, bunu görmürsünüz siz, vibratordur. Bunu mən baxın, dilin altına qoyuram, vibrasiya verir. Bunun sizə deyim 6-7 seansa etdiyini bu 3 seansa edir. Əlavə, bunda bu yeni vaxtlar, son vaxtlar mən kəşf eləmişəm. Son 3-4 aydır ki, bundan işləyirəm. Bu da çox qəşəngdir. Bu da vibratordur. Dilin kökünə qoyuruq. Buradan da səviyyələri var. Baxın, level artırırıq. Bu da çox qəşəngdir də. Yəni mən bunu həddindən artıq sevirəm. R səsini artıq bundan qoyuram və nəticə çox tez olur. Əla, nə gözəl. Uğurlarınız daim olsun. Z səsinin korreksiyası üçün nə məsləhət verərdiniz? Zond olsaydı burada mən sizə göstərərdim. Heyf ki, zond burada yoxdur. Z təqlidlə də qoya bilərsiniz. Bir də ki, Z-in zondları var. Onunla qoyursunuz, amma onu burada göstərə bilməyəcəm dediyim kimi. Buyurun. Götürün şəklini. Çox qəşəngdir. Yəqin ki, götürdünüz. Suallar gəlsin.
Kimin nə sualı varsa verə bilər. Qiyməti mən aldığım son versiyada 350 almışdım. İndi yəni buna standart qiyməti var da. Amma bu Denaz Pecan Pro'dur. Bundan əvvəllərdə var idi. Onda mən ondan almamışam da. Ağ rəngdə olanlar. Bu onlardan yaxşıdır. Qeyd edim ki, bu Pro versiyasıdır. Onlar sadə versiyası idi. Xoşdur. İndi 500'dür. Mən necə ucuz almışam. Hə, mən 350 almışdım. O qədər uzun dayanıqlıdır ki, mən bundan gündən üstdən uşaq işləyirəm. Neçə ildir də bu məndədir. Heç nə də olmur da buna. Hə, indi çox bahaymış. 450'dir. Yavaş-yavaş yenir qiymət. Amma mütləq şəkildə alın. Nə gözəl, sevindim. Faydalı oldumsa nə xoş mənə. Mən satıram. Nə qəşəng. Kim istəsə Nigar xanımdan ala bilər. Hə, onu qeyd edim ki, mən dilə denası vurmuram. Bəzi loqopedlər dilə denas vurur, amma mən daha çox əlimlə etməyi, zonla etmə tərəfdarıyam. Buna o qədər də güvənmirəm. Dil həssasdır ona görə. Xoşdur. Sizdən ayrılanımız da var. İnşallah tezliklə taparsınız. Teşekkür edirəm. Sağ ol olanlar. Salam, Sunay xanım, axşamınız xeyir. Sizə bir sual Hər vermək vaxtınız istəyirəm, səsiz xeyir. olsun deyə. Buyurun. Bilirsiniz mənə nə maraqlıdır? Bu DNS aparatının dərəcələri var da, indi özünüz bilirsiniz. Bəli, bəli. Deyəsən xanımın interneti getdi, yoxsa mənim internetim getdi? Yox, mən başa salmadım sizə. Deyirəm ki, DNS-ın istifadə zamanı dərəcələri var da özünün. Onu hansı dərəcələrini nə vaxt, nə zaman istifadə etmək lazımdır? Düz dərsinizlə o qədər əlaqəsi yoxdur, amma mənim üçün çox maraqlı oldu. Göstərim də sizə. Əlimdədir bir şey ki. Bunun ümumi dilini Rusça bilirsiniz, Rus dilinə qoya bilərsiniz. Rusca da muştidir. İngilisində də masklisdir. Giririk. Hara qoymaq istəyirsinizsə. Mən belə deyim də sizə. Uşaq bəzən çox dərəcəyə qoyanda, birinci yəni az dərəcədən başlayın. Biraz çox dərəcəyə qoyanda uşaqda narahatlıq verir. Yəni istər-istəməz deyir, ay incitdi. Ona görə mən 26-dan ilk öncə qoyuram. Birinci qoyursunuz həmin yerə. Tutur. Daha sonra dərəcəsini artırırsınız. Artıq buradan görmürəm. 30'dur. Amma birinci 26'dan başlayın. Daha sonra uşaq baxacaqsınız da, uşaqdan soruşun. Hiss eləyirsiniz. Uşaq desə ki, hə, məsələn, elə uşaq var 26'da hiss eləmir. 30'a qoyun. Hiss etsin, uşaq artıq avtomatik olaraq deyəcək ki, hə, hiss edirəm. Çünki bu yəni hissiyatı verir da, sən hiss eləyirsən bunu. Aydın oldu? Mənim internetim getməyib. İnternetiniz getməyib. Hə, başa düşdüm onda. Birisi necə sırf istifadə edəndə uşaq sizdə qorxur, incidir deyə ona görə dərəcəsini öyrənmək istədim. Dərəcəsini ilk öncə böyük ehtimal yüksək qoymusunuz, ona görə incitib. 26'ya qoyun incitməyəcək. Zamanla da Amma sonra qaldırmaq olar. artırırsınız. Hə, Təbii nə ki də, qədər kimi mütləq artırmaq olar? şəkildə. Maksimum 35-36'da saxlayın. Ondan tərəfə yox. Tamam. Yəqin ki, bu DNA'sı epilepsiyası olan uşaqlarda istifadə etmək olmaz da. Qəti olmaz. Qəti olmaz. Olmaz. Ümumi epilepsiyası olan uşaqlara dil masajı olmaz, DNAS olmaz. Bir də ki, kəşələməli uşaqlara dil masajı olmaz. Onu da deyim, yadınızda saxlayın. Kəkələməni artırır masaj. Bir də keçələmədən söz açmışsan. Keçələmədə yəqin ki, ergoterapiya düyü bütünləmə olmaz da. Duyu bütünləmə baxır da, əgər ki, uşaqda diqqət əksikliyi varsa, mütləq şəkildə duyu bütünləmə olmalıdır. Keçələmə olsa da?
Bəli, bəli, keçələmə olsa da. Çünki keçələməli Keçələməni şəkillər artırmır. yumşaq gəlir ki, hə, onu da deyim ki, hiperaktivdirsə, yəni dehepdirsə, mütləq Hə. şəkildə həm də keçələyirsə, loqoped, Mhm. psixoloq duyu bütünləmə işləməlidir. Amma keçələmə elə eşitmişdim ki, idman, duyu bitirmə falan keçələməni artırır. Yo, idman hansı idman artıra bilər, artıq keçələməni? Uşaqlar ki, idman zallarına gedirək, orada artıq nəfəsləri o qədər təng nəfəs olur ki, artıq nəfəsi idarə edə bilmirlər ona görə. Amma duyu Hə, bütünləmə o qədər də yəni hə, neynirlər hə, ki, başa düşdüm. Duyu bitirmə daha çox standartdır. Hə, başa düşdüm. sakitləşdirici də olur axı duyu bütünləmədə. İndi o sahədə olanlar burada daha yaxşı bilər. Uşağa sakitləşdirici masaj da edilir. O Bir da də bilirsiniz nəyəm, keçələmənin sözünüzü kəsirəm. Bir də bilirsiniz nəyəm, mən həmişə fikir vermişəm. Keçələmədə olan problem olur, duysal problem də var o uşaqlarda. təbii Çox ki də. üzdə olur. Təbii ki də. Məndə bir uşaq var idi. Uşaqda qida seçiciliyi var idi. Toxumsala qarşı problemlər var idi. Ona görə biz məcburən duyu bütünləməyə yönləndirmişdik. Aha, başa düşdüm. Kənardan qalsın. Baxıram ki, hansısa bir problem, hansısa bir kökündə başqa bir problem durur. O da onu Mütləq doğurur. şəkildə ona görə konsultasiya nə üçündür? Bütün problemləri ortaya çıxarmaq üçün. Sırf artıq bu uşaq mənə keçələmə adı ilə gəlibsə, baxırsan, başqa problemlər də varsa, mütləq şəkildə digər mütəxəssisə yönləndirməlisən onu. Çünki bir yerdə gəlib sən işi o dayandıracaq. Aha, bir də bir yerdə oxumuşdum. Kemal Çakmaklı'nın yəqin tanıyırsınız özünün bir kitabı var ki, Kermeli də var orada. Orada disfaliyadan söhbət açır. Türk dilində, özünüz bilirsiniz yəqin ki. Orada deyir ki, uşaqlar yumşaq, xoşa gələn danışanda daha çox valideyn bunu qarşısına almalıdır. Valideyn bunu xoşuna gəlməməlidir. Yəni uşaq əgər desə ki, Ay sağ ol. valideyn xoşuna Misal gəlir, çəkdim. onda uşaq başlayır sevinməyə və bunu davam eləməyə. Və başqa qıraqdan da kimsə gəlib desə ki, yox, bu belə deyil, bu belə danışmamalıdır. Başlayır uşaq özündə özgüvənsiz yaranmaq. Valideynin bunu deyir ki, hə, bu düzgündür, amma qıraqdan bu pis görünür. Yəni dalğa keçilir türklər demişkən, onda bu uşaqda başlayır özgüvənsizlik yaranmağa. Yəqin Ay ki, sağ ol. deyil. Ona görə deyirəm də, bəs funksional disfaliya odur ki, ailə nitqi düzgün tərbiyə eləmir. Uşaq hər hansı bir səsi deyir, xoşuna gəlir. Deyir, nə dedin, bir də de. Halbuki uşaq deyir, bir düz deyir. Ona görə də o səs artıq onda düzgün şəkildə formalaşmır. Sonra da gəlir artıq, böyüyür, məktəb vaxtı, özgüvən əksikliyi, oxu-yazı problemi, hər biri qarışır Hə, bir-birinə. amma yəni biz deyirik ki, gələndə birinci valideynə deyirik ki, yəni mütləq şəkildə uşaq xoşa gələn danışanda, yumşaq danışanda bunun yəni gülərək yox, Aha, daha düzəltmək çox lazımdır. düzəltmək Mən hər lazımdır. dəfə deyirəm ki, əgər uşaq söz səhv deyirsə, siz onu mütləq şəkildə düzəldin. Qoyun düz səslənməsini bilsin, tələffüzünü bilsin. Bizdə bir valideyn var, deyirdi ki, xoşuma gəlir, bəs necə belə eləyim? Deyirəm axı düzgün deyil. Xoşunuza gəlsə də, şirin də danışsa, amma bu uşağın gələcəyi üçün heç yaxşı deyil. Onu demək şey ki, sən mənim yanıma gəlirsən, uşağını gətirirsən, mən bu uşağın üstündə 45 dəqiqə işləyirəm. Uşaq Aha. gəlir evdə onu səhv deyir, sən xoşuna gəlir, mənim işimə maneçilikdir. Onda mənim də işim batır. Bəzi Sizə pulunuz valideynlər, batır. həqiqətən bəzi valideynlər çox məsuliyyətsizdir. Məsuliyyətsiz Anlamaq da valideyn bax sevmirəm. istəmirlər. Mənim də özümün uşağı var. Mən də məsəl üçün düzdür, xoşuma gəlsə də, amma baxıram bu düzgün deyil. Mən bunu düzəltməliyəm. Nə qədər də xoş danışsa da, xoş gəlsə, bu uşağın gələcəyi üçün bu düzgün deyil. Çünki mən burada deyirəm, nə qəşəng danışsan, çıxır uşaq çölə çıxanda Yox, ondan işləmək olmaz axı. Bir yerdə loqopedin işini zəiflədir. Mən də elə deyəndə valideyn sevir, məsuliyyətsiz davranır. Xeyr, valideynlər bəzən izah eləmək lazımdır. İzahla da başa düşmürlər. Hesslənmək lazımdır. Mən valideynlərimin də üstünə hesslənirəm. Mən ən çox Hətta nəyə heyfslənirəm? Wi-Fi-min zəif olmağına heyfslənirəm ki, mən bu dərsə düzəlməli qoşula bilmirəm. eybi yox. Bizim kəkələmə təlimimizdə olacaq əyani şəkildə. Layla xanım paylaşıbdı. Kim istəsə gəlib qoşula bilər. Əgər şəkildə gələ, mən Gəncədən qoşuluram sizə, Gəncədə loqoped olaraq qoşuluram sizə. Nə Mən gözəl. xoşduram. Bəli, mən xoşduram öz mütəxəssislərlə falan belə oturub danışmaq. Çünki nə qədər çox şey oxusam da, hardasa mənim də bilmədiyim bir şey olur. Təbii ki də, onsuz da, yəni günü bu gün mən də öyrənirəm. Loqopediya Öyrənmək elədir ki, Aha, loqopediya elədir ki, günü-gündən yeni metodlar çıxır. Mütləq aha. şəkildə öyrənməyə açıq olmalısınız. Bəs bəli. Hərdən bir şey öyrənmək mənim üçün çox böyük bir Təbii şeydir. ki də, təbii ki də. Yəni şəkildə harada keçiriləcək? Layla xanım haraydı? Bakı Plaza idi, bilmədim. Biz Unutdum Bakıya yerini. gəlməyimiz biraz şeydi, amma belə Onlayn da qoşula bilərsiniz. Bilirəm qeyd eləmişdi, onlayn da olacaqdı. onlayn Əgər olsa qoşulmaq lap yaxşı olur. istəsəz, Çünki mənim üçün qoşularsınız. mənim üçün ən maraqlı uşaqların kəkələməsini düzəltməkdir. Kəkələmə təlimimiz çox qəşəng olacaq. Yəni sırf proqram da veriləcək. İnşallah qoşularıq. Keçəcək inşallah. Ki, bilirəm səhv eləmirəmsə martın 1-idir. Aha, inşallah qoşularıq mütləq şəkildə. Martın 1-i İnşallah. olacaq.
Hı. Kaspiyan Plazada saat 14:00-dan Ha, 16. Kaspiyan Plaza. Mən də Bakı Plaza deyirəm. Eyb yox. Bu aralarda kekeləyən uşaqlar çoxdur. Təbii ki də nitq qüsurlarının hər biri artır. Elə bilirəm Gün-gündən keçələmələr artır. daha çox travmalardan yaranır. İndi uşaqlar da çox travma yaşayır deyə. O Valideynlərin bir sözü var, travmasız deyir kim var. Əslində travma deyil bu. Daha çox necə deyim? Ərköyünlükdür. İndiki uşaqlarınki travma deyil ki, ərköyünlükdür. Hər şey Travmaya söz. qalsa hər birimizin travması var. Yəni biz bizim ilimizə baxanda, yaşımıza baxanda bizim travmalarımız daha çoxdur. Bizim böyüdüyümüz mühitə baxanda travmalarımız daha Ay sağ ol. çoxdur. İndi İndiki uşaqlar uşaqlardakı ərköyünlükdən travma yaranır. Uşaq o qədər ərköyünlüklər ondandır. Başqa bir səbəbi yoxdur. hə, ay sağ ol. Mən də onu deməyə çalışdım. Düz valideynlər də belə elə deyirəm yox, hər şey söylükdəndir. Yaş yarımlı uşaq kekələmə var, üz masajı olmalıdır. Relaks masaj. Dilinə qəti-qəti zont vura bilməz, üzünə qəti-qəti dəmir zont vura bilməz. Sadəcə və sadəcə relaks masaj olmalıdır. Refleksoloji masaj olmalıdır, ayaq altı masajı. Zont da kekələməni artırır elə. Bəli, bəli, üzə qəti-qəti dəmir vurmaq olmaz. Ancaq əlinizlə. Onu ancaq əllə, lavanta yağı ilə Bir də masaj sinə eləmək. masajı olunurdu səhv eləmirəmsə. Sinə masajı, diafraqma masajı, bəli. Bu Denasda Denasın belə pedləri var, Denas işlədənlər var da aramızda. Onu diafraqmaya qoşanda nəticə daha tez olur. Denas olanlar bayaq reklam eləyirdilər. Səsləri çıxmır. Denasda işləməmişəm sözündə, amma Denasda işləməyə fikirləşirəm. Çox qəşəngdir. Mütləq alın. Mən də Nəticələr daha çox tez olur. epilepsiyalı uşaqlar müraciət eləyir deyə onlara klassikada yəni istifadə eləmirəm. Yox, epilepsiyada qəti-qəti masaj olmaz. Qəti-qəti. Olmaz onlara. Bitdi suallar. Çəkələmə qorxudan, bunu da onu da deyim sizə. Çəkələmə qorxudan olmur. Çəkələmə sinir sisteminin zəifliyindən olur. Qorxu sadəcə ona təkan verir. Məsələn, gəlir valideyn deyir ki, müəllimə itdən qorxdu oldu. Xeyr, bu yəni düzgün bir mifdir. Konkret deyim ki, sizə mifdir. Sinir sistemi həmin vaxtda zəif düşür. Cüzi bir şeydə olan kimi başlayır çəkələməyə. Yəni bu sırf qorxudan olan deyə bir şey yoxdur. Belə deyək ki, məsələn, itdən 10 uşaq qorxa bilər, bir dənəsi kəkələyə bilər. O da ki, nədən? Sinir sistemi zəif düşür ona görə. Aha, Dinas istifadətimiz dedi, bəli. Çox qəşəngdir. Pedlərlə işləyəndə daha yaxşı. Tok nədir? 8 yaşlı uşaqda kəkələməsi var, toka verilir, tokla düzələ bilərmi? Həm də loqoped yox, psixoloq işlər. Tok nədir bəs? Təbii ki də təlimdə veriləcək. Daha doğrusu yazdıracağam. Deyəcəm, özləri ilə dəftər də gətirsinlər. Təlimdən öncə məlumat veriləcək kim qoşulsa. Bu tok nə deyə çox fikrim qaldı mənim onunla. Bu o ki aparırlar molla yanına, indi də tok çıxdı. Təlim bir gündür, 2 saat. Səhv etmirəmsə 2 saatdır. Bayaqdan bütün məlumatları səhv verirəm, ümid edirəm bu düz olar. Bəli, bəli, ödənişlidir. Onu Layla xanımla danışarsınız ödənişini. Uşaqla işlədikdən sonra valideyn deyir, mollaya apardım, düzəldi. İndiki yeni akım çıxıb, ona oxşadı. Mollalıq deyil. Uşağı yanıma gətirmişlər, deyirlər ki, psixoloq toka veribdi, 6 ay düzəlmə. Bu tok nədir ki? Qurban sizə, bu tok nədir? Yəni, nədir ki, bu hansı aparatdır ki, o toka verilir? Psixoloq, loqoped işləməlidir kəkələməklə, psixoloq sadəcə ona köməkçi ola bilər. Sırf psixoloq kəkələməni düzəldə bilməz. Heç psixoloq masaj da eləmir, mən bildiyim qədərilə. Qəti olmaz. Psixoloq ancaq psixoloji şəkildə işləyir. Tok nədir, hələ bilmirik. Tok bilirsiniz nə yadıma düşdü? O bax uşaqların o boğazının ətini toka verirlər. Bilmirəm bəlkə elə bir şey eləyiblər. Dəqiq, mən özüm də bilməm tok nə olan Mən də şeydir. başa Yəni o düşmədim ki, qəribədir, yəni tok nədir ki?
Fizioterapiya deyir bəlkə. Yo, inanma ki, fizioterapiya olsun. Fizioterapiyanı keçirəmə nə aidiyyəti? Ona da gedir yəqin. Hə, olar. Bəlkə də serebral iflitdir, bu da ola bilər. Bütün tahminlərimizdə deyək də. Serebral iflitdir. Serebral iflit olan uşaqlarda kəkələmə olur. Bir 80-70%-ində Hə, olur. bir də sizdən bir Böyük söz ihtimal soruşum. elə gedir. Bayaq ağız suyu ilə danışıldı. Hı hı. Belə fikrim var ki, məncə dilin altında Evet. tüpürcək vəzləri var da. Hı Oranı hı. aktiv eləməklə ağız suyu da yığıla bilər də. Bəlkə ola Hı bilsin hı. udmaq problemi yoxdur. Uşaq ağız suyu axır postoyanlı. Hı hı. Deyirəm o zontlarla tüpürcək vəzinə müdaxilə ilə aktiv etmək olar da Hı hı. yəqin ki. Hətta bayaq soruşdu, sadəcə məndə o masaj aletləri yox idi, mən onu göstərə bilmədim. Aha. Təbii ki də, yəni elə uşaq var ki, onun udqunmasına bir problem yoxdur, udquna bilir. Sadəcə amma ağız suyu o qədərdir ki, axır. Onu artıq masajla aradan qaldırmaq olur. Yox, bəzisində isə artıq udquna da bilmir onu. Ona görə mütləq şəkildə udqunmağı da öyrətmək lazımdır həmin uşağa. Aha. Əqli gerilikdə, serebral iflisdə ən çox rastlaşdığım. Başqa hansı? Downlarda da olur. Ən çox rastlaşdığım onlardır. Serebral iflitdə məncə artikulyasiya aparatı deformasiyası ən çox. Çox zəif olur artikulyasiya aparatı onlarda. Həddindən artıq. Nəfəsləri belə şam üfləyə bilmirlər, tütək çala bilmirlər. Ümumi onu sıfırdan yaxşıca Onlar işləmək lazımdır. məncə çeynəməyi belə zəifdir, səhv eləmirəmsə. Ay sağ ol. Bir downlarda çeynəmə problemi daha çox olur, bir də serebral iflislərdir. Serebral iflitdə dişlərin də forması fərqli olur, aralı olur. Ay sağ ol. Düz deyirsən. Hətta Dil uzun bəzən olur. diş Aha. dişin üstünə çıxır. Ay sağ ol. Dil uzun olur, enli olur, iti olur, belə də, yəni deməli Pertonsit. deformasiyasıdır. Çətindir. Buna dizatriya deyirlər də, səhv eləmirəmsə. Dizartriyada. O serebral iflis başqa, dizartriya başqadır. Başqa sual olan? Necə maraqlı keçdi bugünkü təlim? Qəşəng suallar gəldi. Autizm spektrumu olan uşaqlar nə qədər işlənsə, uşaq nitqi zəif olur. Bunu sizə deyim ki, autizm spektr pozuntusu mütləq şəkildə uzun müddətli işlənməlidir. Cəmiyyətə inteqrasiya olunsa belə, danışsa belə, məktəbə getsə belə spektr qalır. Amma yəni davamlı şəkildə bütün xidmətlərdən yararlanmalıdır. Yox, mən təkcə loqopedi aparım, uşağım autizmi tək loqopedi aparım, loqoped mənim uşağımın dilinin nitqini açsın. Elə bir şey yoxdur. Nəticə 3 ilə 4 il ancaq. Çünki autizm spektr pozuntusu olan uşaqlarda duyusal problem həddindən artıq çox olur. Bunu da bilin ki, duyusal birbaşa nitqlə əlaqəlidir. Duyusal problemlər aradan qalxmalıdır ki, sizə yol açılsın, nitq açılsın, yəni loqopeddə rahat işləsin. Ona görə də mən autizm spektr pozuntusu gəlir, mən onu götürmürəm birinci. Mərkəz rəhbəri olaraq mən götürmürəm. Deyirəm ki, duyu bütünləməsi işlənməlidir. Duyusal olaraq hazır olmalıdır bu uşaq. Psixoloji olaraq anlama, qavrama düzəlməlidir. Adaptasiya olmalıdır. Mən ki, ondan rahat işləyim, nitqini açım. Yoxsa ki, gəldi birinci mən götürdüm, o uşağın duyusal problemləri qaldı bir kənarda, psixoloji problemləri qaldı bir kənarda. Yox, buna nitq açmaq olmaz. Bunların hər biri də işlənsə, yenə də 3-4 aya nitq açmaq olmaz. Autizm spektr pozuntusu bu artıq bir patologiyadır. Bu nitq ləngiməsi deyil. Yo, onu artıq valideyni mütləq şəkildə izah eləmək lazımdır. Mütləq şəkildə izah eləmək lazımdır ki, bu 5 dərsin, 10 dərsin, 1 ayın, 2 ayın işi deyil. Yəni, bu patologiyadır. Dediyim kimi, o spektr onsuz da onda qalır. Tonusdan da danışaq. Tonusu bayaq izah elədim. Hipertonusda necə olur, hipotonusda necə olur, dilin vəziyyəti. Dediyim kimi, hiperdə uzun, qalın ətli, hipoda artıq kənarlara bu hissələr, ümumi dili çıxardanda gördünüz ki, bu hissələrə gəlir, çatır, dil enlidir. Bilin ki, artıq onda hipodur, hipotonusdur. Başqa sualınız? Suallarınızı verin, çünki 6 dəqiqədən sonra mən yekunlaşdırmalıyam ki, tələbələrimə dərs keçməliyəm. 1 saatlıq nəzərdə tutmuşdum bu təlimi. Üzr istəyirəm, sözünüzü kesirəm. Buyurun. Mövzudan bəlkə kənardır. Sadəcə sual vermək istəyirəm. Mən təzə başlamışam loqopediya. Nə gözəl, uğurla.
təşəkkür edirəm. Bir neçə aydır. Deməli 2 aydır mənim psixi inkişaf ləngiməli bir uşağım var. Hı -hı. Uşaq gələndə Hı -hı. tamamilə bu uşaq düzdür başqa mərkəzdən gəlmişdi. Əslində işlənmişdi o uşaqla, amma baxdım ki, mən işlənməyib də əslində. Yəni ən adi bir şeylərdir. Uşağın heç bir oyuncağa, heç bir oyuna, heç bir şeyə marağı yox idi. İndi artıq yavaş-yavaş hiss eləyirəm ki, məsələn, uşaq özü oyun qurur, özü tələb eləyir, oyuncağı götürür. Heç gözün qaldırıb oyuncağa da baxmırdı. Amma Hı -hı. əsas mən istəyirəm ki, onda nitqi də qoyum. Nitq sıfırdır. Ya anası deyir, düzdür, evdə bəzən baba deyir, dayday deyir, amma əminəm ki, bu anlamsız nitqdir. Yəni anlamsız hecalardır. Çünki təkrarlanmış baba, dayday. Ünvanlı deyil. Aha, ünvanlı deyil, düzgün vurğuladınız. Bununla mən deməli bu uşaqla dil masajı eləyirəm, üz masajı da eləyirəm, Dilində refleksoloji. nə var? Dilində çox tonusludur. Dili elə bil ki, loru dildə desək, düyünlənib qalıb ağzının içində. Masajdan sonra adətən biraz onda həm də həssaslıq var, Hı aral -hı. həssaslıq var. Ona görə mən diş şotkasından eləyirəm, bu motorlu deyək də, bu vibrasiyanı. Və onunla eləyəndən sonra hiss eləyirəm ki, dil tərpənmək istəyir. Amma məsələn gedir evə, sabah yenə Aktivlik qayıdıb yoxdur da gələndə yenə. dilində. Dili çıxarıb Aha, sağa sola elətdirmisiniz? Gedir sağa sola. tərpətə bilmir. Diliviç ağzını Hmm. açır, mən təzə öyrətmişəm ona. Ay Ağzını sağ. əlimi Ona çənəsinə o uşağa atıcı masaj eləyin. açıcı. Aha, atıcı masaj eləyin, o dilin aktivliyi bərpa olacaq. Aha, yaxşı. Çox sağ olun. Xoşdur. Buyurun. Disleksiyada nədən başlamaq lazımdır? Disleksiyanı işləmirəm mən. Yəni götürmürəm disleksiya ümumiyyətcə. Onu ancaq verirəm, pedaqoqlar götürür. Disleksiyanda yəni ilk öncə uşaqda anlama, qavrama psixoloqlar tərəfindən yoxlanmalıdır. Tam dəqiq bilinməlidir. Öyrənmə çətinliyi nə dərəcədədir? Disleksiyanın özünün dərəcələndirmə testi var. Dərəcəsinin şkalasının ölçülmə testi var. O testdən keçirmək lazımdır. Baxmalısan ki, disleksiya hansı dərəcədədir, hansı şkaladadır. Ondan sonra artıq onu pedaqoqlar işləyir. Yəni o barədə də məlumatım yoxdur. Yəni heç işləməmişəm. Disleksiya götürməmişəm sözün açığı. Çünki disleksiya belə deyim, nəyə görə götürməmişəm? Bəlkə də götürsəydim işləyərdim. Mənə elə bir ki, pedaqoq işi kimi gəlir o ona görə də. Yəni mən də özümü pedaqoq kimi görmürəm sözün açığı. O tamam başqa sahədir. Onu niyə ki gətirib loqopediya sahəsinə salıblar, o mənə çox maraqlıdır. O başqa sahədir artıq. Onun sırf özünün mütəxəssisi olmalıdır. Çünki çox geniş mövzudur. Həddindən artıq geniş mövzudur. Başqa suallar? Yo, mən götürmürəm sözün açığı. Loqopedin işi deyil, yox. Kim nə deyir desin. Belə baxıram, heç çox loqopeddə mən fikirdədir, mən düşüncədədir, heç biri götürmür. Nə gözəl. Nə xoş mənə, sevindim nələrsə öyrəndinizsə. Çətindilər, olar disqrafiya falan. Disqrafiya o qədər də çətin deyil, disqrafiyanı işləyirəm. Nəyə görə onu da işləyirəm? Disfaliyə bağlıdır deyə. Xoşdur, nə xoş mənə. Faydalana bildinizsə sevinərik biz. İnşallah. Görüşərik. İnşallah gözləyirəm hər birinizi. İnşallah. Sunay xanım, belə gördüyüm qədərilə hər kəs sualını verdi. Sizin də vaxtınızı almayaq. Təlimə girəcəksiniz siz də bildiyim qədərilə. Bəli. Təşəkkür Təşəkkür edirəm. Xoşdur. Başqa təlimlərdə görüşmək diləyilə. Sağ olun. İnşallah Allahın izni ilə. Sağ olun. Gecəniz xeyir. Xeyrə qarşı, sağ olun.